Son illər ərzində təbii ki, bu dialoqları aparmışıq və bu əslində bizim üçün böyük məsuliyyətdir. Eyni zamanda beynəlxalq ictimaiyyətin bizə göstərdiyi böyük etimadın göstəricisidir. BMT-nin məskunlaşma proqramı da bizə böyük etimad göstərib. Bu isə həyata keçirdiyimiz əməkdaşlığın, dayanıqlılığın və inkişafın nəticəsidir. Biz inanırıq ki, şəhərlər insanlara xidmət etməlidir. Azərbaycan üçün bu sadəcə beynəlxalq tədbir deyil, həm də milli prioritetlərimizi və gələcəyə baxışımızı nümayiş etdirən platformadır. Hazırda ölkədə böyük transformasiya prosesi həyata keçirilir. Şəhərlər modernləşdirilir, yaşıl infrastruktur genişləndirilir, ictimai xidmətlər təkmilləşdirilir, enerji səmərəli evlər və smart icmalar yaradılır. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa və yenidən qurma işləri aparılır.